Mustafa bəyin yerinə girişdi. Əgər düz xatırlayıramsa, bu da mənzərə ətrafdakı. Orada qar xəttini görürsünüz, orada yaşıllıq var, amma ağaclar yoxdur. Orada həmişə qar olurdu. Dədə-baba vaxtlarında. Hal-hazırda iqlim dəyişib, yaşıllıqdır. Şəhər də qalıb çox aşağıda. Biraz gəzim sizə də nümayiş elətdirim. 2 dəfə yol boyu video hazırlamışam. Bir dənə də indi. Bismillah. Belə bir gözəl yerdir, çox sərindir, çox səfalıdır. Hər yerdə quşlar oxuyur. İnsana rahatlıq verən, qulaq dincliyi verən, fikirləşmək üçün, rahatlaşmaq üçün şərait yaradan yerdir Allahın yaratdığı təbiətin gözəl cuşəsi. Belə yerləri görmək üçün baha bilet alıb təyyarə bileti arasa ada dövlətlərinə, başqa bir yerlərə getməyə ehtiyac yoxdur. Azərbaycanın müxtəlif bölgələrində gözəl yerlər var. Təkcə Şəkidə yox. Siz istər Lənkəran olsun, istəyir Masallı olsun, istəyir Quba olsun, Qusar olsun, Xankəndi olsun, Şuşa olsun, Naxçıvan olsun, Azərbaycanın müxtəlif bölgələri olsun, hamısında gözəl yerlər var. Bizdəki gözəllikləri görməyən heç xaricdəki gözəllikləri dəyərləndirə də bilməz. Bizim evimizin içində, qapımızın içində, ölkəmizdə də kifayət qədər gözəl yerlər var. Gəlin, maddi vəsaitinizi öz bölgələrimizdə sərf edin, təkcə Şəkidə demirəm. Mənim üçün Şəki necə əzizdirsə, digər bölgələr də əzizdir. Hamısı bizim ərazilərdir, hamısı bizim xalqdır, millətdir, bizim millətin tərkib hissəsini təşkil edən etnik bacı qardaşlarımızdır. Minilliklər boyu bir yerdə düşmənə sinə gələn, ölkəni müdafiə edən, düzən qoşan, əkən, becərən qardaşlarımız, bacılarımızdır. Pulunuzu gedib, yəni xaricdə də sərf edə bilərsiniz, ixtiyar sahibisiniz, amma birinci ölkənin içidir. Düzdür, bəzi yerlərdə bahalıqdır, çox qiymət deyirlər, onda obyektiv, subyektiv səbəbləri var. Əgər hamı bir-biri ilə düzgün rəftar eləsə, dürüst davransa, bahalıq da olmaz. Ümid eləyirəm ki, çox ümid eləyirəm ki, bu məsələlər də həll olunar və doğrudan da turizm inkişaf edər. Hamı yararlanar, hamı faydalanar. Mustafa bəyin yeri buradır. Dərələri də gözəldir, dağları da gözəldir. Gəlin, baxın, görün. Düşmən kimi gəlməyin, dost kimi gəlin. Mən daha çox içərilərə getmirəm. Belə yerlərdir. Biraz da qabağa gedək. Fikir yoxdur. Çox gözəl yerlərdir bura. Uşaqlarınız gəlib xeyli əylənəcək. Çox xoşlarına gələcək. Burada cürbəcür yerlərdən insanlar var. Gəlirlər, atırırlar, baxırlar.
uşaqların əylənməsi üçün dədə-baba vaxtından qalan yerlər var. Belə bir gözəl yerdir. Gəlin, baxın, faydalanın. Çox sağ olun, var olun.